Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammed ve ehl-i beytihi tahirin. Ve la'netullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahümme veffiqna lima tuhibbu ve tarda. Bugünkü əqaiddə bizim əqidə dərsində bəhsimiz budur. Bir dəstə təhrif olunmuş dinlərin iddiası var. Bir dəstədə ateist dinsizlərin bir iddiası var. Təhrif olunmuş dinlər deyirlər ki, əslən elmin dalıycan getməyin. Elm olaraq ucuz dərs alma. Fəqət iman. Fəqət iman. Mən nə dedim, onu qəbul elə. Sən elmi araşdırma, təhqiqat, dəlil, zat, nə boş şeylər? Niyə? Çünki bilir dərdin nədir də. Dəlil getirilsə, heç nə, bu işi bərbaddır. Bu bir tərəfdə təəssübə düşüb, o dinsizlər, o ateistlər. Bunlar deyir ki, insanın elmi artdıqca, elmlə, yəni iman, inancın arasında heç bir rabitə yoxdur. Yəni onlar da bu sözü deyirdilər, Məsihi, Yəhudilər. İmanla elmin bir rabitəsi yoxdur. Onu ki, sən iman bəsdə elmi boş ver. Elm hər nə dedi, bir şey qəbul edilmədi, onu boş ver. Əsas iman. Bu bir tərəfdə deyir, elm artır, iman artmır. Məsələn, nə olurdu? Deyir, o qədər olur ki, hələ dindarların özünə görə də, biri alimdir, nə, hansı səviyyədə, amma bəzi misal çəkirlər ki, yərhəmükəllah, o şeytan ki, maşallah, o boyda alim idi, amma gördün, imanına bir əsər əlaməti yoxdur. Yəni, hər iki tərəf ayrı-ayrılıqda, bir cəhətdə bu məsələ yaxınlaşırlar ki, elmlə imanın rabitəsi yoxdur, bir əlaqəsi yoxdur. Biz indi bu bəhsə niyə giririk bugün? Bizim bəhsimiz budur ki, biz ki, əziyyət çəkirik, indi vaxt ayırırıq, ömrümüzün bir hissəsini ayırırıq, əqidə elmi ilə, kəlam elmi ilə bəhs edirik, öyrənirik, öyrədirik, orada dəlil getiririk. Yəni, bu elm ki, oxuyuruq, bunun faydası var. Və bunun faydası budur ki, elm olan yerdə iman var. Hətta iman olan yerdə gərək elm olsun. Yəni, bunlar bir-birinə belə sıx bağlıdırlar. Çox vaxt azdır deyə mən qısa da bunu bugünləri bəhs edəcəyim. Quran-ı Kərimdə neçə dənə ayə var, mən fəqət üçünə işarə vuracam. Səbə surəsi 6-cı ayədə Allah Teala buyurur ki, وَيَرَى الَّذ۪ينَ اُوتُوا الْعِلْمَ الَّذ۪ي اُنْزِلَ اِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقِّ. Deyim, o kəslər ki, elm verilib, hansı ki, sənin Rəbbin tərəfindən sənə nazil olan şey nədir? O elm verilən huvəl haqq. Yəni, sən iman nədir? İnanc nədir? Əqidə. Həqiqəti, xaricdə olan həqiqəti qəbul etmək, həqiqət olmayanı qəbul etməmək. İman, əqidə, inanc buna deyirlər də, düz? Deyir, elm ki var, sənə ki elm gəldi, Rəbbin tərəfindən gələn də var ki sənə, o da elmdir. O nədir? Huvəl haqq. Yəni, həqiqəti sənə göstərir ki, onu qəbul elə, ya qəbul eləmə. Yəni, elmlə, bu ki, sən ki, inanc eləyirsən, bu Peyğəmbərə nazil olanı sən qəbul elədin, iman elədin, mənasını bu səni hara aparacaq? Həqiqətləri göstərməlidir. Həqiqətin varlığını sənə göstərməlidir. Bu bir ayə. Həcc 54-də Allah Teala وَلِيَعْلَمَ الَّذ۪ينَ اُوتُوا الْعِلْمَ اَنَّهُ الْحَقْ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ. Deyir, bəs o kəslər ki, elm verilir, o elmdə belə ki, haqqdır, öz Rəbbinə həqiqətdir, onu dərk edirlər,
və həmin o həqiqətə iman edirlər. Feyu'minu bihi. İman edirlər həmin o həqiqətə. Məlum? Yəni elm varsa, elm səni aparmalıdır, həqiqəti göstərməlidir. Bu iman nədir, inanc nədir, əqidə nədir? Biz dedik ki, xaricdə olan həqiqəti olduğu kimi qəbul eləmək. Həqiqət olmayanda qəbul eləməmək. Əvvəl dərsdə bunu dedik də. Allah Teala başqa ayədə necə buyurur? Allahdan fəqət kimlər qorxur? Aha. Fəqət alim. İnnəmanən deyir. Fəqət alimlər Allahdan qorxur. İndi bəs o kəs ki Allahdan qorxmur, o alim deyil. Cəhli mürəkkəbə düşüb, elə bilir ki, neysə bilir. Və ya elə bilir ki, neyinsə həqiqətinə varıb. Amma həqiqətdə həqiqətinə varmıyor. Cəhli mürəkkəb nədir? Cəhli mürəkkəb budur ki, cahildir ki, bilmir, yəni özünün cahil olmağını bilmir. Elə özünü alim bilir və halbuki cahildir ya, özünü alim kimi aparır. Yəni bir özü bilmir, bu bir cəhl, bir də bilmədiyini bilmir. Bu da iki. Onu buna deyilər cəhli mürəkkəb, tərkib tabu ikidən cəhl. Məlum oldu. Əli əleyhissalam buyurur ki, əl-imanu vəl-ilmu təv'an. Əxəvan, daha doğrusu, əxəvan, təv'əman və rəfiqan la yərtəfiqan. Deyir ki, Əmir əl-Müminin imanla elm bir-birinə qardaşdırlar. Belə ki, təvəman bir-birinin içinə girən, yəni bir-birini ağuşana alan şeydirlər. Və iki dənə dostdurlar ki, la yərtəfiqan. Heç vaxt bunların arasında iftiraq, ayrılıq nöqtəsi yoxdur. Yəni elm yoxsa orada iman yoxdur. İman yoxsa orada elm də yoxdur. Elm iki cürdür. Diqqət edin. Bir elmi təfsili var, bir elmi icmali. İman olan yerdə elmi icmali olmalıdır. İman olan yerdə elmi icmali qədri mütəyyən olmalıdır. Yəni bir imanlı şəxsi elmi icmali də olmasın, o qeyri-mümkündür. O əslində heç mömindir. Amma bir adamdakı elmi təfsili də oldusa, bir şeyin həqiqətinə varıbsa, onda iman da olmalıdır. Qədri mütəyyəndir. Və həmişə də xaricdə oxumuşuqda nə qədər bəzi alimlər var ki, ixtiracı olublar. Hamısı İslamı ediblər, qəbul ediblər. Və ən azı ateizm dövründə böyüyən o alimlər, ateist olanlar ən azı Allahın vücudunu qəbul ediblər varlığını. Ən azından bu. Yəni bu qeyri-mümkündür, əleyhissalam. Elm təfsili, elm icmali nədir? Elm təfsili, elm icmali budur ki, ümumi şəkildə bir şey haqqında məlumat. Misal, məşhur bir dənə rivayətdir ki, İslam Peyğəmbəri yoluna gedə bir xanımı görür ki, yundan ip düzəldir. Salam ələykə səlam, sən Allahın varlığını necə qəbul eləmişsən? Arvad deyir o ki, qələm fırladırdı, o cihazından əlini çəkiyor. Cihaz fırlandı, dayandı. Dedi, bu boyda balaca cihaz. Bir dənə fırlanmaq üçün mənim əlimə ehtiyacı var. Bu boyda aləm fırlanır, öz başına fırlanır. Allaha ehtiyacı yoxdur. Bu əqidə dərsi oxumamışdı, kəlam elmi oxumamışdı, bürhanlar getirmədi. Fəqət icmalən bir dənə dəlil dedik, sadə dəlil və yəqinə adamı aparan dəlil. Dəlil dedik, adamı yəqinə aparsın. Yəqin nədir? Həqiqəti olduğu kimi görmək. Bu icmali bir elm idi, qısa, konkret bir dənə sadə dəlil onu yəqinə aparır. Peyğəmbər buyurur ki, sizin də imanınız belə olsun. Yəni heç olmasa sadə dəlillə yəqinə çatanlardan onun sahabəyə. Amma təfsil nədir? Təfsil budur, ya Allah, təhqiqat, tədqiqat,
araşdırma ta son nöqtəsinə üçün elmi məsələ. Məlum? Bu da bu. İkinci məsələ, İslam Peyğəmbərindən rivayətimiz var ki, Əl-ilmu həyatul İslam. Əsən İslam dininin diriliyi elmdir. Yəni, İslam dinini elmsiz ölü bir şeydir. Əl-ilmu həyatul İslam. Və imadul iman. İmanın sütunudur. İmanın sütunu, yəni necə bir dənə ev sütunsuz dayanmır. İman, elm olmasa, yəni iman fatihəsini oxuyur. Elm olmasa, İslam, həmin İslamda həyat, yaşayış, inkişaf yoxdur. Bir dəfə də bəhs gələcək ki, elm nədir? Qoyunu burada deyim, qısaca, onda gələcəkdə gələr, onu geniş şəkildə açıqlayım. Əsən, elm məsələn budur ki, 2 vur 2 bərabərdir, 4. Məsələn, fizika qanununda cazibə qanunu öyrəndim. Yuxarıdan bir şey atırsan, yeri düşür, yerin cazibəsi var. Olmasaydı, qalxardı göyə. Mən nə bilim, açdım, üsulda bir dənə qayda öyrəndim, fiqdə bir dənə qayda öyrəndim. Bir dənə şəriət məsələn, bu da elm. Yəni, məlumatın özü, yox, bu elmdir. Ona görə alim bəhsinə gələndə həmişə məsumlarımız İmam Sadıq əleyhissalam Əl-Kafi kitabını açın, baxın, Üsul-i Kafidə harada alim bəhsini çatıblar, o elm ki, insana dirilik verir, həyat verir, inkişaf elətdirir. Nəinki yatdırır və geriyə saxlayır. O elm ki, insanı inkişaf elətdirdi, qabağa apardı, o elmdir. Əgər ləfsən kifayi dərsi xaric deyən olsun, o elə dala gedirsən, elmin özündə də, həyatın özündə də geridə qalırsa, onun dediyi heç bir elmdir. Bəli, o bəhsi xaricdir. Formal bir şeydir, etibarlı bir şeydir. Amma bir adam elə ibtidadan, ona görə siz heç vaxt aldanmayın. Məsələn, mən kifayi ustadıyım, mənim məkasib ustadıyım, müştehidəm, o şeylərlə aldanma. Ona bax ki, sən təsirə bax. Oxuduğum bir şeylər mənim həyatımda mənə inkişaf elətdirir, yəni həyat verir mənə. Çünki hər gün günə çıxırsa, mənim bədənimdə bir inkişaflar gedir də. Bu da mənə bir inkişaf verirsə, elmdir. Əgər mənə bir şey vermirsə, elə bir ki, mən CD-yəm, insan döyərəm. CD-yə, DVD-yə dərsli yığırlar. Filan ustadın dərsini yığırlar. Filan ustadın dərsini. CD-ni qoşursan, mən də laf belə ən yaxşı ustad da olsam, elə DVD kimi, CD kimi deyəcəm. Bəzi vaxtda mən deyərəm, DVD ilə CD, o tələbədən nə olur? Əfsəl deyirəm, nöqtəsində necədir, heç tələbə deyə bilmir. Bəs elmin əsli budur ki, insana həyat versin. Onu həmişə məsumlar deyib, əməli varsa, yəni nəticəsini görürsən, alim. Nəticə görmürsənsə, o alim deyil, nə olursa olsun. Belə nələr, şeytan, məlum, şeytan nədir? Maşallah, hər şey bilir. 124 mindən elə ustadı olub bunu, Peyğəmbərlər. Hələ vəsilərini düşünün. Gör, nə qədər dərs alıb. Nələr görür, kimlərlə meydana çıxmaq istəyir. Həzrəti Adəmlə, Həzrəti İbrahimlə meydana çıxıb, bu cəngə çıxıb. Balaca bir şeydir. Amma görürsən, o, bəzi vaxtlar o deyərlər, o elm ki, axdı, gəldi dalı, səni inkişaf elətdirdi, getdi, axarı var, heç inkişaf elətdirdi. O ki, yığışdı, qaldı, cami doldu, raki doldu, yəni yığışdı bir dənə sudur, yığışdı bir qabaq, sağlı onu 5 gün, 10 gün başlayacaq iyi verməyə. Həmin su, sevirici, o su ki, özü pak idi, pak edici idi, o su çevrilib olacaq mikrob, virus və məhv edici olacaq. Həmin sudur ya. Ona görə şeydir. Burada da bizdə də rivayətlərlə, elmlə, imanın bir rabitəsi var.
elm hansı elmə deyilir? O ki, səni, məni düzgün apardısa. Demirəm, mən inanc elədiyimi desin, inanc bəslədiyimi deməsini mən istəmirəm. Məni düzgün bir xəttə həqiqətə aparıb göstərsin. Necə ki, deyirik, bu təbii bir şeydir ki, dünyada ateizm dövlətlərində, ölkələrində, ailəsində böyüyüb, bir ixtiraçı olub, gəlib İslamı qəbul edib və yaxud ən azından Allaha deyib ki, Allah var. Ola bilməz ki, deyir ki, Allah yoxdur. Bu qeyri-mümkündür, deyir. Məlum? Elə axır. Amma gələn dəfə oxuyacaq ki, küfrlə, kafirçiliklə elmin rabitəsi. İndi onu gələn dərsdə inşallah onun bəhsidir. Elhamdülillah Rabbil aləmin. Sallallahu ala Muhammed və alihi təhirin.